Torontovuz oyuncuları toxunuşla başlayacaqlar. Rauf Cabbarov fitness səsləndirir. Oyun başladı. Hər iki komanda uğurlar arzulayırıq. Güclü olan qazansın. Şərçiniz Nurlan Valihoğludur. Bəli, cərimə meydançasına doğru top gəlir. Zərbə indirilir və qapçı Tərlan Əhmədli. Komandasını real qolda xilas edir Tərlan Əhmədli. Epizodun təkrarına baxırıq. Batla çıxır. Müdafiədən araslaşma dediyim anda top itirir Mustafa Əhmədzadə. Zərbə indirilir, dəqiq deyil. Cərimə meydançası yaxınlığında səhv etdi. Torontovuzun heyətində yaxın məsafə məsələsi, bütün bunlar barədə saatlarla danışmaq olar, amma cavab tapmaq çətindir. Torontovuz komandası hücumda. Jorge Silva uzaqdan zərbə indirir. Top qapının üzərindən keçdi. Ayxan Hüseynov. Ayxan digər cinaha göndərdi. Olabi qapı qarşısına. Ohoho! Görün nəyi vura bilmir Jarlem Santos. Əsl müdafiəçi kimi oynadı. Yeri gəlmişkən oyundan kənar vəziyyətdə var. Santos isə çərçivəyə paralel bir zərbə indirir. Bəli, offside vardı burada, amma yenə deyirəm, bir hücumçu Yusuf Baro. Coşun Diyev. Hücumda indi arasıdaşı var. Keita! Zərbəsi yaxşı alınmır. Rodriguez irəliyir hələ də. Ara ötürməsi. Machado mərkəzə. Diniyev saxladı komanda yollaşın. Zərbə edilir və Oleg Baklov. Baklov komandasını qolda xilas edir. Yaxşı hücum izlədik. Sol ayaqla zərbə indirir. Yenidən Rodriguez. Ömərin zərbəsi. Daha bir zərbə Felipe'dən və Oleg Baklov. İkinci isə öndə başlamaq. Hər iki komandanın əsas arzusudur. Araslaşan hücumda Rodriguez top meydanı tərk edir. Hakmanın mübarizəsi. Machado ötürməyidir. Zərbə dəqiq deyil. Hamidou Keita yaxın məsafədən qapıya düşə bilmir. Deyim ki, Kanada məyus elədi Keita'nın bu dəqiq olmayan zərbəsi. Bax, bu epizoda görə baxılırdı. Faik Hacıyev fikir verdinizsə. Alqışlar Jorge Silva'ya Torontovuz azarkeşlərindən. Rəhim Sadıqov əla fırlanır. Rəhim ötürüb etməyi də bacardı. Batista yerdə qalıb. Qayda pozulmayıb deyir hakim. Maraqlandı. İslam Məmmədov və meydana qayıdır. İndi Coşun Diyev uzaqdan zərbə indirir. Qapçıdan qayıdır. Top hücum davam edir. Felipe mərkəzə göndərdi. Machado top qəbulu yaxşı alınmır. Baklovun birinci hissədə də buna bənzər bir seyvi olmuşdu. Trik Andrade. Felipe. Slavik Alxasov. Top itkisi Slavik'dən. İndi isə səhv edir. Cərimə meydançasında Torontovuz. Oleg Baklov. Baklov yaxın dirəkdə topu uzalaşdırır. Rahil Məmmədov kapitanlıq sarğısına Bəxtiyar Həsənalızadəyə ötürüb. Torontovuz hücumu, Facirin zərbəsi. Tərlandan qaydan top qapıya daxil olur. Hakim nə işarəsi verəcək? Hələ ki mərkəzi göstərməyib. Baxaq görək qərar nədir? Bəli, indi mərkəzi işarə edir. Torontovuz hesabı açır. İbrahimov Faci topu qapıya göndərdi. İndi maraqlan yaşanıb. Həm Torontovuz oyuncuları, həm də arazlaşman tərəfi gözləyir yekun qərar nə olacaq. Baxaq. Tərlan Əhmədlidən qayıdır top.
Daha sonra İbrahimov Hacı öz topuna gedir. Toxunuşu edir. Top qapıya daxil olur. Topla beraber bir neçə futbolçu da qapıdan keçdi. Top Hacı'da. João Batista. Batista zərbə endirəcək. Batista və gol! Jorge Santos Batista 2-0. Toronto'muz fərqi 2'ye çatdırır. Birinci hissədə sönük təsir başlayan Toronto'muz ikinci hissədə fərqini ortaya koyur. Bu mövsüm Aras Naxçıvanı məğlub edə bilməmişdi Toronto'muz birinci və ikinci dövrədə. Amma Qurbanberdiyevin komandası qələbə üçün üçüncü dövrəni gözləyirmiş. Silva birbaşa zərbə endirir Terlan Əhmədli. Terlan topu uzaqlaşdırır. Gözlənilməz zərbə Jorge Silva'dan. Sokar Polimer Arenanı darlığını Xaqmana etdi. Güclə zərbə yönətirilir. Zərbə endirildi və Terlan Əhmədli. Terlan üçüncü qola mane olur. Gözlüyün deyir. Oynama olar. Bəli, indi deyək, Sokar Polimer Arena nəyə görə Toronto üçün düşərlidir? Jorlan Batista kimi Xaqman da Zirəyə qarşı növbəti turdakı oyunda çıxış etməyəcək. Qapı qarşısına ötürmə gəlir. Uzaqdan zərbə alınmadı. Machado topu son anda uzaqlaşdıran Faik Hacıyev olur. Oleg Baklov izləyirdi epizodu. Bu epizoda baxırdılar. Nuno Rodriguez uzaqdan zərbə endirsə də topu çərçivədən aralı keçir. Bu maraqlı oyunu da CBC Sport'la izləyə bilərsiniz. Güclə zərbə yönətirilir. Başla zərbə. Üçüncü gol. João Batista. Özünün ikinci komandasının üçüncü golunu vurur. 3 gol birdən vurur. Batistanı saxlamaq Rahil Məmmədova tapşırılmışdı. Oysa mübarizədən məğlub ayrılır. Saxlaya bilmədi. Jorge Santos Batistanı. Əlavə olan 6-cı dəqiqə oynanılır. Artıq hakimin final fiti yaxındır. Final fiti səsləməyə çox yaxındır. Vacı, Rahil Məmmədovla mübarizədə qaydanı pozdu. Rauf Cabbarovsa qarşılaşmanı bitirir. Toronto'muz qələbə qazanır. Aras Naxçıvanla maçlarda nəhayət ki bu mövsüm sevinir Toronto'muz. İlk iki dövrədə qalib gələ bilməmişdi.